İnsanın həyatından qadağa etdiyimiz bir qidanı çıxarırıqsa, onu onu çıxardacaq. Özünə qoyacaq, dürüstlüklə çıxardacaq. Amma başqasını əlavə eləyəcək gizli olaraq. Çünki onun orada o bağlılığı var. Biz bir insandan çörəyi əgər gluten həssaslığı yoxdursa, ona haqqımız yoxdur deməyə ki, çörəyi yemə. Onun bir problemi yoxdursa çörəklə, şişkinliyi yoxdursa, onun sızdıran bağırsaq sindromu yoxdursa, ehtiyac yoxdur. Çörəkdə, sağlıqlı çörəkdə B qrupu vitamini var. Niyə görə kəsirik biz onu? Baxın, mənə hər yaş kateqoriyada insanlar müraciət edir. Birinci, mənə yaş lazımdır. Mən hər kəsə verdiyim diyet proqramı ilə, hər kəsə işlədiyim şuuraltı proqramı ilə o birisinə onu verə bilmərəm. Çünki hər bir kəsin barmaq izi ayrı olduğuna görə onun mikrobiotamı da ayrı olur.